Əziz rəhbər şəxslər, bu video sizin üçündür. Çox illik təcrübəmə söykənərək demək istəyirəm ki, bəzi şəxslər özlərini hazırki vəzifələrinə layiq bilmirlər. Yəni hesab eləyirlər ki, özlərindən daha savadlı biri var ikən niyə məni seçdilər? Bu əslində təhlükəli duyğudur. Əməkdaşlar, tərəfdaşlar bilməməlidirlər. Düzdür? Bu səbəbdən də onlar maskalanmağa üstünlük verirlər. Bu isə davranışda, danışıqda özünü göstərir. Daha çox sərt davranırlar, kobud kəlmələrdən istifadə edirlər, soyuq hava, külək əsdirirlər. Belə şəxslər həqiqi lider ola bilməz. Bir liderə həm hörmət eləyirlər, həm də onu çox sevirlər, sayırlar. Onların rəhbərlik elədiyi komandada həmişə xoş mühit olur. İnsanlar can deyib can eşitməsələr də ən azından hərc-mərclik olmur. Hər şeydən əvvəl işin effektivliyi, səmərəliliyi yüksək səviyyədə olur. Diksiya Akademiyasından mütləq təlim alın.